Böyük Britaniya hökuməti tərəfindən tətbiq edilən sanksiyaları müxalifət ədalətli hesab edir. Hakim komanda isə fərqli mövqe nümayiş etdirərək qərarı ədalətsiz sayır və əsaslı arqumentlərin olmadığını vurğulayır. Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasında Gürcüstanda Rusiya və Çinin kəşfiyyat fəaliyyəti haqqında hesabatın hazırlanmasını nəzərdə tutan qanun layihəsini təqdim edilib. Amerika Birləşmiş Ştatları Konqresinin rəsmi internet səhifəsində yayımlanan məlumata görə, qanun layihəsinin məqsədi Gürcüstanda Rusiya və Çin kəşfiyyat fəaliyyətləri barədə hesabat tələb etmək, eləcə də digər məqsədlərə xidmət etməkdir. Qanun layihəsinin təşəbbüskarı Respublikaçı konqresmen Joe Wilson, həm müəllifi isə konqresmen Steve Cohen'dir. Gürcüstanın Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin əməkdaşları külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratmaq ithamı ilə 1983-cü il təvəllüdlü şəxsi saxlayıblar. Yoxlama məqsədi ilə saxlanılan avtomobildən satış üçün qablaşdırılmış xüsusilə külli miqdarda 30 bağlama alfa PVP adlı narkotik vasitə maddi sübut kimi götürülüb. Nazirlik narkotik cinayət ithamı ilə İran vətəndaşını da saxlayıb. 2002-ci il təvəllüdlü şəxsə narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına kömək etmək maddələri ilə ittiham irəli sürülüb. Hüquq mühafizə orqanları yaşayış evində aparılan axtarış zamanı 183 bağlamada qablaşdırılmış narkotik vasitəni maddi sübut kimi götürüblər. Cinayətlər sübuta yetirilərsə, təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir. Bugün Amerika Birləşmiş Ştatları və İran nümayəndə heyətləri Cenevrədə Təhranın nüvə proqramı ilə bağlı danışıqların 3-cü mərhələsini keçirəcəklər. ABŞ-ın vitse-prezidenti bildirib ki, İran tərəfinin Trumpın mövqeyini ciddi yanaşacağına ümid edir. Onun sözlərinə görə Donald Trump İranla bağlı problemin həllinə üstünlüyünü yenə də diplomatik yola verir. Lakin onun sərəncamında başqa vasitələr də var. Vitse-prezidenti vurğulayıb ki, İranın nüvə silahına malik olması qəbul edilməzdir. İran Xarici İşlər Naziri Abbas Araqçı bildirib ki, ABŞ ilə nüvə sazişinə nail olmaq mümkündür. Nazir deyib ki, biz müəyyən qarşılıqlı anlaşma əldə etmişik və düşünürəm ki, bu anlaşma əsasında razılaşma formalaşdırmaq mümkündür. Onun sözlərinə görə İran suallara cavab verməyə hazırdır, lakin nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə hüququndan imtina etməyə hazır deyil. ABŞ Maliyyə Nazirliyi İranın kölgə donanmasına qarşı yeni sanksiyalar tətbiq edib. Nazirliyin rəsmi internet səhifəsində yayımlanan açıqlamada bildirilir ki, sanksiyalar kölgə donanması ilə əlaqəli 30-dan çox fiziki şəxsə, təşkilata və İranla bağlı gəmilərə şamil olunub. Məlumata görə həmin şəxslər və şirkətlər İran neftinin qanunsuz satışına yardım etdiklərinə, eləcə də İranın ballistik raket və müasir silah istehsalında iştirak etdiklərinə görə sanksiyaya məhruz qalıblar. Ukraynada münaqişənin hərbi həlli yoxdur. Bu barədə ABŞ-ın dövlət katibi Marco Rubio bəyan edib. Rubio'nun sözlərinə görə Trump administrasiyası Moskvaya təzyiqləri davam etdirir və Ukraynaya silah satışını sürdürür. Dövlət katibi qeyd edib ki, Amerika Birləşmiş Ştatları, Rus və Ukraynalı nümayəndələri danışıqlar masası arxasında bir araya gətirən yeganə ölkədir. Gürcüstanın Təhsil, Elm və Gənclər Naziri Givi Mikanadze Kobuleti Bələdiyyəsinin dövlət məktəblərində təhsil alan şagirdlərin valideynləri ilə görüş keçirib. Nazir iştirakçılara təhsil sistemində aparılan islahatların əsas istiqamətləri və həyata keçirilməsi planlaşdırılan təşəbbüslər barədə məlumat verib. Görüşdə yeni məktəb formaları, dərslik və proqramların yenilənməsi, eləcə də infrastrukturun inkişafı məsələləri müzakirə olunub. Rustavi şəhərinin meri Nino Latsabidze dövlət məktəblərinin direktorları ilə məlumatlandırıcı görüş keçirib. Görüşdə şəhər məktəblərində planlaşdırılan və hazırda icra olunan infrastruktur layihələri müzakirə edilib. Hazırda Rustavidə 6 nömrəli dövlət məktəbinin tam yenidən qurulması işləri aparılır. 700 şagird yerlik məktəbdə işlərin cari ilin yayında başa çatdırılması nəzərdə tutulur. Bundan əlavə yeni məktəblərin tikintisi də planlaşdırılır. İnfrastruktur Nazirliyinin bələdiyyələrin inkişaf Fondu Rustavinin 1, 2 və 16 nömrəli dövlət məktəblərində işlərə mərhələli şəkildə başlayacaq. Direktorlarla keçirilən görüşdə Nino Latsabidze Rustavinin inkişaf strategiyası və 2026-cı il ərzində şəhərdə həyata keçirilməsi planlaşdırılan iri layihələr barədə də danışıb.
Amerika Birləşmiş Ştatlarının prezidenti ilə Ukrayna prezidenti arasında telefon danışığı olub. Bu barədə Vladimir Zelenski sosial şəbəkə hesabında məlumat verib. Telefon danışığında prezident Trampın nümayəndələri Steve Utiko və Jared Kushner də iştirak ediblər. Tərəflər nümayəndə heyətlərinin bugün Cenevrədə müzakirə edəcəkləri məsələləri nəzərdən keçiriblər. Həmçinin Ukrayna, ABŞ və Rusiya arasında növbəti üç tərəfli görüşün mart ayının əvvəlində keçirilməsi planlaşdırılır. Vladimir Zelenski bildirib, ümid edirik ki, bu danışıqlar liderlər səviyyəsinə keçirmək imkanı yaradacaq. Prezident Trump bu addımların ardıcıllığını dəstəkləyir. Bütün çətin və həssas məsələlərin həlli və nəticə etibarilə müharibənin başa çatdırılması üçün yeganə yol budur.